uşaqlarda görmə və eşitmə testləri ilk dəfə neçə yaşda edilməlidir ki, gələcəkdə heç bir fəsad olmasın? Buyurun. Yeni doğulmuşların skriningi çərçivəsində aparılır və yeni doğulmuş dönəmində olunur. Əgər yeni doğulmuş dönəmində olunan skrininq testində, eşitmə testində hər iki qulaq keçmirsə testdən 3-cü ayında təkrar olunur. Yenə 3-də keçmirsə 6 ayda olunur və artıq bir eşitmədə qüsurun olması ilə bağlı qulaq-burun həkiminə, yəni onun müalicəsinə davam edirlər və əgər uşaqda hər iki tərəfli eşitmədə testdən keçmirsə və eşitmə zəifliyi varsa, burada irsi metabolik xəstəliklərdə də, bizim xəstəliklərimizdə də bu, yəni iki tərəfli karlıq, eşitmənin zəif olması görülə bilən vəziyyətlərdir və ona görə də mütləq rutin vaxtlarında, yəni 1-ci ayına qədər, 3-cü ayında, 6-cı ayında bu olunmalıdır. Amma görmək üçün bu uşağın vəziyyətindən asılıdır. Əgər vaxtından əvvəl doğulmuşdursa, ROP müayinəsi 1-ci ayına qədər olmalıdır. Əgər zamanda doğulmuş uşaqdırsa, 6 ayına qədər bir dəfə görmə müayinəsi olunur. Sonra isə 3 yaşında və sonra məktəb hazırlığında mütləq şəkildə göz müayinəsi olmalıdır.